Elə bir şeir olubmu ki, o şeiri səsləndirərkən hansısa misrada dayanmısınız və siz qəhərlənmisiniz, göz yaşı, ağlamağınız tutub və çox təsirlənmisiniz bu misradan? Elə olanda o şeiri səsləndirməm, qoyuram qırağa. Çünki istəmirəm də o, belə deyək, o təsirli. Mən elə gəlir ki, onu səsləndirsəm, hamı mənim hansısa bir problemimi bilmiş olacaq. Əslində problem yoxdur, şükür Allah, hər şey qaydasındadır. Sadəcə olaraq çox dərin mövzular var. Məsələn, dərin sətirlər var və yaxud da həssas sətirlər var. Məsələn, uşaqlıqla bağlı daha çox olur, xatirələrimizlə bağlı. O qədər gözəl bir misraya rast gəlirik ki, adam biraz kövrəlir həmin məqamda, təsir edir. Çünki təəssüflər olsun ki, biz son illərdə o saflıqdan, o gözəllikdən biraz uzaq düşmüşük. Məsələn, Məhəmməd Hüseyn Şəhriyarın məsəl üçün də Heydər Babaya Salam şeirində o qədər möhtəşəm ifadələr var ki, o poemanı oxuyanda istər-istəməz adamda müəyyən təsirlənmə yaranır.